türkdür Əslində də. Fələstin bir dəqiqə qulaq as. Binamız türkdür də. Nə yaxşıdır? Nə yaxşıdır? Mənə Sən baxın. 40 milyon Azərbaycanlı var, bir də məktəbin Mənə yoxdur. baxın, mənə bax. Mənim ağam. Mənim ağam, mənim ağam. Adə qulaq as, adə qulaq as. Adə məktəb kimsədir? İranlı deyil, o günləri gəlmiş dedi ki, mən məktəb lazım deyil. İnsanların beynini yumuyun burada. Sən Allah. Propaganda eləyib. Bir də mən Azərbaycanlı icazə bir bir dənə kəlmə məktəbi söz yoxdur deyim. orada. Pafoslu çıxışlarımı qoy da qırağa. Xahiş edirəm. Türk dilində bir dənə məktəb yoxdur. Adə 10 sənin yaşında Türk uşaqlar dilində Nicat məktəbin var, olmalı. gedib oxuya bilirsən. Müəllimən tumanında boş danışmayın da. Necat. Müəllimən boş tumanında danışmayın. bültən daşıyır, sənin məktəbin var amma. Ay Necat. Sən məktəbi görürük də. Sənin məktəbində ki, müəllimən Hollandiyada oturub belə bir dəqiqə, danışsan, bir ağam dəqiqə. ölkəsinə İrana gedərdin da. Adə bəsdir. Ay, Sən bir sağ dəqiqə ol. mikrofonu bağlayacaqsan, səndən sonra danışır. Bir danışın. Bir Qulaq as. dəqiqə, Sənin sən Ağam adını da ölkəsinə bilmirəm. gedərdin da. Bir də mən oğlanın adını bilmirəm. Əgər sənin o ağandısa, belə çıxır ki, nökərin ağası olur. Əgər sən nökərsən, Bəli, mənim ağamdır. Sənin də ağan Amerikadır. Bəli, bəli, bəli. Hə, Sən sən nökər düz deyilsən. deyirsən. Bəli. Hər bir nökərin Mənim öz ağamdır. ağası olur. Sən kiminsə nökərisənsə, Bəli, yığışdır bəli, şələkülövü get nökər ağalın Bax, yanına. bax, problem də Bizim budur ölkədə da. ağalıq yaratmaq istəməginə. Bizim Bəli, ağamız yaradacağıq. yoxdur. Mənim Yaradacağıq. ağam yoxdur. Yaradacağıq. Mənim ağam Allahdır. Mənim ağam var. Mənim ağam var. Mənim ağam Heydər Əliyevdir. Mənim ağam Heydər Əliyevdir. Qutardı getdi. Mənim şəhidim, mənim Mənə baxın, ağamdır. şəhidimi qoy mənim qırağa. paşamdır, mənim müqəddəsimdir. Mənim ağam Heydər Əliyevdir. Qutardı getdi. Onda Qutardı bəs fars getdi. köpəyi üçün özünə lezv alırsan burada. Mənə bax, Heydər Əliyevin çıxışını paylaşmışam. Bax, gir günə Mən baxma. az Heydər mən Əliyev də deyir ki, İlham Əliyevin qulaq as. çıxışını görmüşəm. Qulaq Mən as, də İlham onun da Əliyevin çıxışı var. çıxışını Onun da görmüşəm. çıxışı var. Heydərin də çıxışını Onun da görmüşəm. çıxışı var. Ben ikisinin də çıxışını paylaşmışam. İkisi də deyir ki, İran bizim dost və qardaşımızdır. Qutardı getdi. Demək ki, sən burada provokatorsan. Sən İsrail agentisən. Qutardı getdi. Mən də belə deyəcəm. Sən də düz cuhudların deyirsən, bizim İsrail içimizə agentiyəm. yerləşdirdiyi bir şeysən. Nədir onun adı? Provokatorsan. Qutardı getdi. Sən oğlunla Nə des gözəl. əsgərlikdə də deyil. Yox Samir, beləncə. Yox, Samir. Buyurun, buyurun. Bax, mənim sözümü kəsməsinlər. 2 dəqiqə deyib düşürəm. Burada qardaşlarım olan yerdə qadının bura çıxmağı biraz mənim üçün ayıb sayılır. Buyurun, Amma xanım, yenə də buyurun. ürək sözümü deməliyəm. Siz burada oturub maşallah İrana deməklə deyil, İran düz eləyir falan filan. A bombanı mənim ölkəmə atıblar. A özünsən siyonist köpəyi, mənim ölkəmə atıblar bombanı. Başva dönün, mənim sərhədimdə orada mənim oğlum dayanıb. Sizə Sabah nə var mənim qardaşım da orada öləcək, sənin oğlun da öləcək orada. Mən də öləcəm yeri gəlsə orada. Hamımız öləcəyik orada. Qulaq as mənə, İsrail köpəyi falan deyirsiniz ha burada. Mən heç İsrailin də tərəfində deyiləm, düzünə qalanda, həqiqəti deyəndə. Amma mənim oğlum müharibə eləyir başımın üstündə. Fələstində uşaqları öldürdülər, Fələstində uşaqları öldürdülər. Sənin Xocalında necə qətliam elədilər, onlar Fələstində elədilər. İndi də həmin adamlar İranda eləyir bunu. Başa düşdün? Hə, uşaq məktəbin borcları. 146 dənə uşaq. Xeyr, kəsirəm. Nə düz söz budur ki, 146 dənə uşağı öldürüblər orada. Mənə bax bir dəqiqə, onların üstündə. 146 dənə uşağı öldürüblər orada. Bir dəqiqə dayan da sən. Bir dəqiqə 30 min adam var. Niyə? Xeyrola, yaxşı dur eləyir. da. Yaxşı eləyir. Bir dəqiqə Uşaq dur. asmamışdı. Orada bu Nə gülürsən? Nə gülürsən? Onun astığı kimləri idi? Mossad agentləri idi. Bir dənəsə onun səsini alın. Mənim orada bunların uşaqlarının üstünə bir dəfə bomba düşüb şəhid olublar. Allah rəhmət eləsin. Mən də yanıram onlar üçün. Çünki mən də anayam. Amma mənim uşaqlarımı qazanlara qoyub bişiriblər. Mənim qadınlarımın qarınlarını cırıb içinə pişik balası tikiblər. Düzdür, Epstein eləmişdi onu. Düzdür, Epstein eləyib. Qolunu kəsiblər, ananı dögüblər o qolla. Bəli, Epstein Mənim eləmişdi, uşağımın Epstein. başının dərsi hardaydı sənin xonun? Bəli, Epstein eləmişdi də, Epstein eləmişdi. Sən aşığın sözü qutaranda dalay deyər, fars köpəyi. Mənə bax, qulaq as. Sən farsın köpəyisən, get İranda, get Sən də götür cudun İranda. köpəksən. Bax, gəl, bir Azərbaycan anasının danışığı buydu. Bax, bir Azərbaycan qadının danışığı budur. Bu da Azərbaycan qadını. Həqiqətən deyirəm, bu da Azərbaycan qadını. Bax, sizin qadınlarınız budur. 5 dənə kişinin yanında deyir, danışmaq olmaz, özü söyür bayaqdan. Bax, bu da Azərbaycan qadını. Gördünüz Azərbaycan qadını? Bax, budur, bax, buydu. Bax, mənim ağamın tərbiyə ilə yetişdirdiyi qadınlar bu formada danışmır. Əvvəl ondan betər danışır. Yaxşı Nizam. Bəs ağa, bəsdir. Sən də bəsdir. İran qadınlarını da görmüşük. Yox, mənim ağamın yetişdirdiyi qadınlar bu formada danışır. Kimi gəldi qızışdırırsan, bəsdir də. Qardaş, buyur. Pis yaxşı hamıda var. Qardaş, Sizin milliyyəti olmur, yadınızda saxlayın. Hamımız müsəlmanıq, heç siz gönə deyiləm.
Bu dəqiqə hal-hazırda o qardaş düz deyir. İranda o qızlar məktəbi. Orada hamısı oxuyanlar bizim müsəlmanlardır. Yəni o xanım da düz demir orada. Naxçıvanın aeroportdakı xristianlar idi. Yox, aeroport bir dənə gözə qardaş. Dindar, onlar sekulyar dindarı idi. Sekulyar dindarı. Qardaşım, eşit. Biz hamımız sekulyar dindarıyıq ona. Qardaşım, Ölməliyiz. hamımız- İrandakılar sekulyar dindar deyil. Sekulyar dindarlar hamısı ölməlidir. Sən də sekulyar dindarsan da gönəsən ki. Yox, mən sekulyar deyiləm, bəs dala. Qardaşım, Sən Hollandski dindarsan. o qardaş farsları o Azərbaycanlıdır. Prosto o düzünü Amma yaxşı danışıram Nizatın kimdir. Nizatı mənə tanıtma. Lazım deyil qardaş. Bizi gör nə qədər adam burada izləyir. 1K deyil. Qardaş biz burada yenə deyirəm, İran pisləmirik, İran tərəfləmirik, Yox, İsrail o qardaş düz deyil. İranın verdiyi çörək Qardaş- burnunuzdan gəlsin sizin. Çörək tapırdınızı yeməyə. Hə, İran hə, göndərsin gəlsin, sizə. mənim burnumdan Barikadadaydı. gəlsin. Bəli, barikadadaydı. Birinci mənim burnumdan gəlsin, heç də olmaz. Mən razıyam. Bax, məsələ yenə təkrar edirəm. Necə? Azərbaycanın məsələsidir məsələ bu dəqiqə. Biz nə etməliyik ki, bu bəladan uzaq duraq. Dördü getdi, məsələ budur. Aynıca. Bax, sənə quzu kasar qardaş. Qızışdırma milləti boş yerə. Yox, bu millət. Oturmusan Hollandiyada nəyibə lazım? Mənə bax, Millət ağa. buradadır. Ağa, bu millət həmişə Türkiyəyə gedib, Türkiyə ilə hərəkət edib. Bir, ikincisi də ki, Vermə bax, də diqqət edin. Türkə. Niyə? Mən verməyəcəm, İsrail köpəkləri verəcək. Əsas odur ki, mən özüm Heç kim verəmir. Mənim verdiyim kontrol təhlükə. Bax, bilirsən, kontrollu Türkadır, qaqaş bu. Aç gözümü gör. Fələstində öldürülən 70 min uşaq. 70 min uşaq. Eyni ilə Xocalıda öldürülən uşaqlara bərabərdir mənim üçün. Yenə də İranda vurulan məktəb, get dava apar da, mənim nəyimə lazımdır, sən kiminlə dava aparırsan. Amma uşaq məktəbini niyə vurursan? Bu günə qədər bununla bağlı heç bir açıqlama verilməyib, qardaş. Nizad o bizim məsələdir. Aleyküm, hər vaxt dostlar, qardaşlar. Alo. Ümid edirəm ki, yaxşı olasın inşallah. Deməli, mən Nicat qardaşımdan razıyam. Nə üçün razıyam? Bax, indi neçə dənə ruhani seçiblərdi İrandan, düzdür? Heç yazıq heç stola çıxıb oturmamışdan vurub öldürüblər bunu. Razısınız. Allah'ın olsun ki, Əsamal qəbristanlığından birini göndərmək lazımdır. Tapırlar. Ha, deməli qardaş, ora çıxan kimi vurublar da, düzdür? Keçən yoxsa o birisi prezidenti də vurdular vertolyot hadisəsində, yadınızdadır da. Bax, hamı deyir ki, İran köpəyi, İran köpəyi. Elə deyir. Yəni, mollanı bəyənmirsiniz. Amma bəziləri yox, hamının atası, anası rəhmətə gedin, qasıb mollanın ətərindən yapışdı, qurban olum, gəlib onu yu, apar dəfn elə. Bu bir. Heç kim, yəni, başından böyük danışmasın. Mənim atamı dəfn eləyən molla siyasətlə məşğul olmurdu. Yox, qardaş. Problemi də oydu da, problemi də oydu da. Siyasətlə İndi- məşğul olmamağı idi. İndi bir şey deyim. Ola bilər ki, prezident neçə ruhani seçiblər, düzdür? Hamıda şahid, bütün dünya şahiddir. Ola bilməz ki, ya, bu ordunun içində dronu sürən siyonist olsun, yoxsa olmasın. Ola bilər. Mozambikdən də ola bilər, valla. Bir dəqiqə qardaş, xahiş edirəm. Mozambikdən də ola bilərdi o drone atan. Qardaş, xahiş edirəm də. Sıragin cənab prezident gedib, səfiriyyə ziyarət edib, başsağlığı verib, düzdür? Amma indi də deyirlər ki, Fars köpəkləri. Görəsən halva yeyib orada o. Ola bilər ki, yox, qardaş, bir dəqiqə də xahiş edirəm, hörmətsiz eləməyək. Soruşdum da sən Ola bilməz bilirsən, ki. gedib ona görə Qardaş, soruş. yəni də bir görək də, indi bir mikrofon almasan əlinə türkün məsələ, o şeyin sözü olmasın. Mikrofon yoxdur əlimdə qaqaş. Yaxşı, onda sənə mədəniyyət. Prosta telefonda yanlıdır. Bax, atalarım şiədir, mən də şiəyəm. Babalarım şiədir, mən də şiəyəm. Ümumiyyətlə siz dövlət anlayışı deyilən bir məsələyə bir baxırsınız. Əgər dövlət anlayışında inansızlara görə onun içində sekulyarlıq varsa, bax, qardaşlar, bu adamların dövlət anlayışı dinə görədir. Qəbul edin bunu. Adını molla qoymayın, ne? Qardaş, Biz də sərdən onu deyirik. Biz nə deyirik ki? Qardaş, bax, bəli, razıyam səndən. Bu günləri həqiqətən də dünyada dinə və inanca böyük bir təsiri var və onu yox etmək istəyirlər. 2030-cu ilin proqramıdır. Mən bunu yenə də demişəm. Bax, reallıq budur ki, qardaş, adamlar deyir ki, biz Kürdük, Farsıq, Rusuk, Erməni, nə bilim, Bəlucuq, Ərəbi, nə bilim, hər nəyi isə, bura bizim Azərbaycanımızdır. Bura bizim ümumi İranımızdır. Fərqi yoxdur. Bura bizimdir. Biz buranı heç kəsə verməyəcəyik. Qutardı getmək. Mən o fikirdən razıyam. Mən o fikirdən razıyam. Ağa, qulaq as. Nicat, mən İran bütövlüyünü dəstəkləyirəm. Mən də dəstəkləyirəm. Ağa, qulaq as gözəl Qoy bütöv qalsın. Mənim nəyimə lazım. Bizdən uzaq olsunlar. Samir, ağa özü təsdiq edəcək. Bax, ağa, Rıza gəlmişdi. İran Azərbaycanlısı, düzdür?
Hı. O günləri Rıza Qanun var idi, İranlı. Ha, Elminin yayınına yadımdadır da gəlmiş. ha. Ay yaşa. Nə dedi? Dedi məktəb. Dedi bizə məktəb maraqlı deyil. Düzdür, dedi. Amma mənə də maraqlı deyil. Ay yaşa. Dedi, nə dedi bizə? Dedi sizin məktəbiniz var ki, oxuya bilirsiniz, müəllimələriniz tumanında bülten daşıyır. Dedi də bizə. Dedi gedin birinci öz Ay probleminizi Nizam. həll eləyin. Ha, Sonra gəlin problem bizim məktəb məktəbə deyil, bizi vurmasınlar. Bizim problemimiz odur ki, burada sakitçilik olsun. Ağa, Ha, bir mənim dəqiqə başqa xahiş dərdim edirəm. yoxdur, qardaş. Mənə Bir bax, dəqiqə mənə mənə üzr bax. istəyirəm, bir Hə, dəqiqə bizi mən- onsuz da 400 manat maaş verməklə vurubdular da. Səni Allah. Nizat, Ay, bir dəqiqə cəhənnəmdə üzr heç istəyirəm, olmasa uşaqlar böyüsün. Sami, bir Hətta dəqiqə. 400 manat maaşla bizim Ahmet, təpəmizə xahiş edirəm, bir vurubdular da. dəqiqə. Ay, göz boz xət uşaq böyüdürəm, onda niyə gəlib vursunlar ay kişi? Eşidirsiniz? Bir dəqiqə xahiş edirəm. Bir dənə qulaq asın ki, bir dənə onun fikirləşin ki, İran bu dəqiqə bütün dünya ilə müharibə qalxıb, o momentdə o bilərəkdən Türkiyə ilə Azərbaycanı vura bilməz. Mümkün olan şeydir. Ha, bilmədən vurub, yaxşı. Bilmədən vurub yox, qardaş. Olay içərisində o siyonistlərdən götürüb vurublar. Nücan onu Ha, nə oldu fikirləşin. bu dini dövlət idi, siyonist onun içindən Qardaş, neyini? siyonist bəs ağzını dedim axı 3 dənə ruhani qalxıb üçünü də vurub. Nə qədər dəqiqə, generallar dəqiqə. öldürüblər. Eşən gəl mən sualına. Eşidirsiniz? Eşən sualına cavab verəcəm. Mənə bax, ağa. Qardaş, hər bir dövlətin özünə məxsus kəşfiyyat orqanları var da, qardaş. Bunlar Əlbəttə ki. öz maraqlarına görə bəli, bəzi dövlətlərin içə girib orada öz kəşfiyyatını Bax, həyata deyil, onda keçirirlər. dediyimiz qədər hamısı dindar deyilmiş. Qardaş, bax, Xaricdən öyrədilmiş adamlar da hamısı. mənə bax, ağa, mən bu günləri şiə maskası ilə durub gəlmişəm bura. Bunu çıxardıram ateist maskası ilə 5 dəqiqədən sonra gəlib qalxıram bura, istədiyimi yenə də edirəm. Məsələ Məla. budur ki, Onsa sən onu bacarırsan, o heç. bəli, bax məsələ də budur da ağa. Mənə şəraiti kim yaradır? 64-cü ildən bir növrəsi Yox, qoydu. Samir, sənlik deyil söhbət. Yəni bu ümumidir. Təbii ki, canlıda Bax bəli. Nizat, gəl, Amma gəl ümumilikdə onda şərait real var da, danışaq. bəli. Samir icazə verirsə, gəl onda dibinə qədər real danışaq. 64-də bunu türmədən çıxartdılar. Şahın türməsindən çıxartdılar. Halbuki heç bu qədər nüfuzu da yox idi. İynə vurub öldürə də bilərdilər. Deyərdilər ki, ürəyi tutdu, öldü. 60 yaşında kişidir. Düzdür? Eləmədilər ki. Bunu Bəli, bəli, götürdülər, eləmədilər. apardılar Türkiyəyə. Bunu apardı Çeru, birbaşa təyyarədən, Birincidən gedir söhbət. Söhbət birincidən gedir. 1-2 adlanır. 1-2 adlanır. Ay, Bəli, bəli. Birincidən əlbəttə ki, bunu götürdülər, apardılar Türkiyəyə, Ankaraya. Ankaradan Bursaya. Biraz da Türkiyə bütün şəhərlərini gəzdirdilər. Aleyküm salam. Təzədən bunu apardılar İraqa. İraqda bunu saxladılar Nəcəfdə. Eyni Çeru, Amerika. Sonra bunu apardı Fransaya. Fransada da tam yetişdirdi, inqilabı içəridən təşkil elədi. Bunu da hazıra nazır gətirib otuzdurdu. Və dediyimiz agentura da elə o vaxtdan buradadır. İndi də bir-bir nöqtələri göstərən həmin agenturadır da. Amerika nöqtə. Ağacan, Mirağa. Düz deyil. Düppələn düzdür, amma Buyur. bir yerə qədər. İndi icazə ver mənə. Qardaş, bax. Bir yerdə odur ki, ikinci nəsil artıq öz başına başladı hərəkət eləməyə. Bax, bəli, o ikincidən sonra həyata keçməyə başladı da. Bəli, mən səndən razıyam. Ağa, bax bir yerə qədər gəldi, bir yerə qədər məsələnin birinci tərəfi bizə aydın oldu. İkinci tərəfi aydın olmadı. Regional müharibə, güc müharibəsidir burada. Burada imperiyaların payı var. İngiltərə var. İngiltərə öz maraqlarına görə müəyyən bir vaxta qədər İrana dəstəyi idi. Həmən o dəstəyi fransızlar kəsdi öz maraqlarına görə. Biz necədir? Çünki bax bu dövlətlərin özlərinə məxsus bir hegemon planları var. Bu reallıqdır. Qardaş, Azərbaycan bu günləri koloniya, otursaq reallıq İngiltərənin koloniya, İngiltərə müstəmləkəsidir. Türkiyə də həmçinin. Amma reallıqda budur ki, İranda Fransa müstəmləkəsidir. Qurtardı getdi də nəyin davası edirsiniz? Ermənistan da bir şeydir də. Burada əslində pərdənin arxasında bir dəqiqə verirəm sənə dəyənə düz işləm. Burada pərdənin arxasında qardaş onda birbaşa Fransa sənin ağandır. Valla təbii ki, Macron mənim qardaşımdır. Güzel olar, danışmaq olar. Sənə də gəlsə Rusiya agentisən. Bir daha söz diyecektim. Samir salam ay Samir. Bir de salamlayıram sənə. Samir bir dəqiqə onları xahiş edirəm. Onlar gözəl qardaşım. Qardaşlar bayaqdan belə danışırlar. Mən baxıram ki burada tarix dərsi keçirlər.
Faktdır. Halva da, yeməmişik ona aramızda. görədir. Halva Amma istəyirik. büyük Yo, qulaq as. Mən dünyada belə deyək də, hansı bir müsabiqə keçirilsə, yaltaqlar, şərəfsizlər, satqınçılıqda. Yəni mən onun bizim içimizdən neçə faiz çıxaram. Yəni neçə faiz deməzdim. Yəni 75% Yahudi pərəst, Amerika pərəst. Mən bu gün nə Amerikanın, nə İsrailin, nə də İranın tərəfindəyim. Real bugünkü gündə İsraildən Amerika qoşalaşıb hansı bir resurs üstündə müharibənin aparmasında biz bilirik. Siz burada çıxmısınız, danışırsınız ki, ay Xumeyn belə getdi, ay qardaş, bugünkü gündə İsraildən Amerikanın müsəlman ölkələrinin iqtisadiyyatını ələ keçmək istəyir. Resurslar üstündə müharibə gedir. Burada nə? Burada çıxmısınız, Yahudilərin tərəfini tutursunuz, İsrailin tərəfini tutursunuz, Amerikan tərəfini tutursunuz. Burada reallığı danışın ki, yox, xahiş edirəm. Burada reallığı danışın ki, burada xahiş edirəm, reallığı danışın ki, yox, qulaq as. Burada yeganə, burada Samir, xahiş edirəm da, Samir, başqa dönərəm, Samir. Həmişə hörmətlə yanaşmışam. Burada yeganə İslam ölkəsidir ki, bax bu nəhənglərin qabağına çıxır tək başına. İslam ölkəsidir o. 2 dənə drop göndərməkdə bilirsiniz də İslam nəyə mesaj ölkəsi. Resursunu kimə Nəyə satır? mesaj verdi? Aki. Yaxşı. Belə bir sual meydana çıxır. Bax, təbii bir dənə sual meydana çıxır. Bu neftini, qazını kimə satır bəs? Bəs satmaq veriyə, kimə satmalıdır da? Sən nə olub da indi müsəlman xristian söhbət elədin? Söhbət burada müsəlman xristian söhbəti deyil. Qulaq as, xaloğlu. Eşidirsiniz məni? Əvvəla salam Üzürlü verin, hamınıza. internetim getdi, mən VPN-dən qoşuram, biraz üzürlü verin, Əvvəla salam eşitməlisin. hamınıza. İlk növbədə mən onu demək istəyirəm ki, çıxacağım, indi çox vaxtınızı almayacağım sözüm çıxmasın. Ya bizim xilaskarımız Rusiyadır. Deyir ki, müsəlman ölkəsi, ha? Müsəlman Azərbaycanlılar xeyri asır. Farsı asmır, ancaq Azərbaycanlı asır orada. Yox, parçı da asır. Asanda parçı da asır. Bir dəqiqə saxla. Qızlarınıza Nağıl asır. danışırıq. Sonradan nağıl danışırıq. Tamam, kim deyirsən, burada savadsız burada söhbətlər gedir. Bax, burada reallığı deyil. Burada reallığı Bir dəqiqə saxla. Düz danışmırsan. Qətər Sonra söhbət erməni edirəm. üçün şey eləmirdi, dəstəkləmirdi erməni. Düzdür. Qətər erməni dəstəklədiyinə görə ona görə bunlar bir dənə adamı yandıran bir sənədir. Adamı yandıran ki, kasıb qırılır. Adamı uşaq qırılır. Adamı o yandırır, başqa heç nə yandırmır. Yo, valla Dubayda günü 500 manata oteldə qalanlar da öldü. Heç onlar kasıb deyil. Yox, hər sözüm üçün adamı yandıran heç kim istəmir ki, hansı tərəfdə qoca qırılsın, uşaq qırılsın, günahsız adamlar qırılsın. Adamı o yandırır. Aləmi qızışdırırlar, şey deyirlər. Asırdı da Azərbaycanlı. Erməni məktəbi də var İranda. Gedib maraqlanır bilər kim bilmirsə. Azərbaycan məktəbi yoxdur. Uşağın atısını asırlar ki, Azərbaycan məktəbinin içində danışdığına görə uşağın atısını gözlü qabağında asırlar. Hansı İranda Dəyənət danışırlar? qardaş, ay dəyənət qardaş. Öyrəş Xahiş şeylər edirəm, oldu. qurban səhv, diqqətlə qulaq as, mən başqa şey deyirəm, qulaq as. 7-8 il bundan qabaq o müəyyən belə deyək də yaşından asılı olmayaq, bir oturmuşduq, söhbət edirdik. Nəsə bu bilirsən də o müsəlmanın bir oturanda hansı bir mövzunun üzündən gedir, hara gedir söhbət çıxır. Nəsə bir dənə bir savadlı bir insan var idi. Mən bu siyonistlərdən söhbət düşdü. Dedi siyonistlərin məkanı haradır? Mənə sual verdilər. Dedilər siyonistlərin məkanı haradır? Mən qalxdım dedim ki Qətər. Birləşmiş nəsə də Ərəbistanı dedim. Gördü nə danışsan axı, onlar İslam filan bəsməşə müsəlman ölkəsi bizim. Ay Ceyhun. Qulaq asın Ceyhun. qardaş, bir dənə qulaq asın da. Ha, Qardaş qulaq qulaq asın da. Qulaq asın da. Qardaş bir dənə qulaq asın da. Qulaq asın. Nəysə bu 7 il bundan qabaq bu mövzuda söhbət getdi. Dedim bunlar çadır altında olan satqın şərəfsizlərdir. Sadəcə İslam ölkəsidir. Filan biz İslamçıyıq, müsəlmanıq, biz dinimiz bu, filan peyğəmbərimiz bu. Dedim zaman gələcək. Zaman gələcək. Baxacaqsınız bunların ölkələrində nələr çıxacaq ortaya. Bu günlərim Amerikanın 90% bütün vayeni bazaları, hər bir bazaları Birləşmiş Ərəbistan, Ərəbistandan çıxdı.
Yo düz deyir qardaş. Bayaqlar qoşulan var Qulaq ya asın, qulaq asın, Hollandiyadan ha. qulaq asın, qulaq asın, O qulaq bayaq asın, üzr qulaq istəyirəm. asın, Bayaqlar qulaq asın. Hollandiyadan qoşulan var idi ya. Yox, qulaq Xeyr asın. qaçıb gedib Hollandiyaya. Gedərdi İrana da. Düz qaçıb Hollandiyaya. Əzizim, ay Samir, Samir, bugünkü hansı ki dünyavi olaylar o qədər səndə maraq yaradır ki, hardasa öz savadın beyin bazaların var da, özündə analiz edirsən ki, məsələn, filan coğrafiyada belə bir proseslər gedir, filan coğrafiyada belə bir proseslər gedir. İndi savadlı oğlansan da özün də düşünsən ki, ədalətli bir mövqedə siyasi bir proses getmir. Düzdür əzizim? Sən o... Ben sana bir tane sual vermek Yox, istedim. qulaq asın. Bax, bu günlərim İsrailin bünövrəsini, coğrafiyasını tarixdən mənə görsədin ki, İsrailin bünövrədən coğrafiyası olub. Yox, onu sən hara gedib çıxırsan? Sən gedib mən onu fakt olaraq bizim hansı bir son əsrlərdən gedir söhbət. Bunların konkret coğrafiyası olmuyor. Qardaşım, bunların konkret coğrafiyası... Yox, Samir, gözəl qardaşım. İsrailin bugünkü gündə İsrailin, Samir. Yox, konkret bunların bir suveren bir coğrafiyası olmuyor. Bax, əzizim. Gəlin özümüzü güldürməyək. Mən bir dənə bunların balet elədiyim, bunların Bir dəqiqə. dünyanın insani keyfiyyəti baxımından bunların güclü ideologiyaları var. Bir dəqiqə. Qulaq as. Gəlin, Ceyhun, doğrudan savadsız danışırsan burada. Bax, Niyə Birləşmiş savadsız Millət- danışıram? Bir dəqiqə. Qardaş, reallığı danışıram, məcburum Bir dəqiqə sizin deyəm. o dildə danışırsınız. Bir dəqiqə icazə ver, xahiş edirəm. Yox, bu lor dilində danışmadan burada ağadan, mən də Samirin özü də intellektual adamım. Bax, Birləşmiş Millətlər Təşkilatının qurulması 1947-ci ildən sonra qurulmasının əsas səbəblərindən biri də buydu ki, İsraili dövlət kimi dünyaya təqdim eləsinlər. Qurtardı getdi. Nə şəxsi hansı maraq var idi? Bir dənə onu mənə deyin də. Bizim nə marağımız var idi gedib ermənilərlə müharibə eləyirdi ya da ermənilərin bizimlə nə marağı var idi? Erməninin marağı olub, bizim marağımız olmayıb, ermənilərin marağı olub. Çünki İndi onların də sənin marağın var da, mənim marağım var. Mən deyirəm ki, qulaq as, bütün müsəlman ölkələrindən sən dediyin ölkələrin marağı olub yəni dünyavi müharibələrində. Ceyhun, dinləsən, əsl həqiqəti tapacaqsan. Bax, reallıq budur. Nə həqiqət tapacam? Amerikadan İranı məğlub eləsə, mən o Suriyə dışı hansı bir olaylar olacaq, dünyanı zəbt edəcəklər, bizi belə deyək də kiboklaşdıracaqlar, əsrat altında yaşadacaqlar, o olacaq bizim azadlığımız. Ay Ceyhun, dinlə də qaqaş. Ay, bəli. Buyur. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Qulaq as. Ceyhun, maraq. Diqqət elə ki. Bax, bizim də maraqlarımız var. Bax, bizim marağımız nədir? Nizat Gülağa babamın ruhu incidir. Allaha and olsun. Vallahi mən bir dəqiqəli, 2 dəqiqəli Samir, həmişə sənin misafirində oluram. Təşəkkür edirəm sənə Samir. Sən gözəl qardaşımsan, sənə həmişə hörmətdən yanaşmışam. Sadəcə bir sən nətərdir? Əgər mövzunu açırsansa Samir, qurban olum sənə. Keçən dəfə də məni yendirdin aşağı. Bir sən nətərdir? Gəlirlər belələri son nöqtədə axırda ya yaltaq çıxırlar, ya tərəfkeş eləyirlər. Sən bura qaldıranda bir gör kimləri qaldırırsan, kimlər hansı bir... Samir diktator ol Samir. Bayaqdan sənə burada haqdan danışır. İndi bir diktator. Qardaş, müstəqil ölkədə fərqi yoxdur, istəyir oxunmuş, istəyir oxumamış. Onun ideologiyası varsa onu prezident eləmək olar. Müstəqil, sırf ədalətli müstəqillikdən gedirsə söhbət. Başa düşdü? Ay Ceyhun. Ay Samir, sən başqa dönərəm. Bax, görürsünüz, konqresdə də bu günlərim çaxmaşmalar başlayıbdır. Ümumiyyətcə, dünya bugünkü gündə qarışıbdır. Bilsən nəyə görə? Bu günlərim İsrailin Amerika zibirinə düşüb. Sadəcə bunların arası deyək güya ki, bunlar qanun, belə deyək də, İranın daxilində olan rejim filan bəzi. Bunlar resurslar üstündə müharibə gedir. Əzizim, müsəlman ölkələrin iqtisadiyyatlarını keçmək istəyirlər əllərə. Vəsə. Bəs indi niyə burada çıxırlar, Yahudiləri tərifləyirlər, İsraili? Yox, niyə çıxırlar burada? Yox, bilməyəm. Ay Samir. Samir, çıxırlar bu günlərim, Yahudiləri elə bir qələmə verirlər ki, Samir, Yahudiləri elə qələmə verirlər ki,
Elə Vallahi bir burada sənə heç kim Allah Yahudini adam. tərifləmir. Amerika mənim 46 yaşım var. Ay kişinin oğlu. Mənim 46 yaşım var. İranla Küveytin müharibəsi vardı. Yadınıza gəlir. Atırdılar panellərin altında qaldı uşaqlar ölürdü. Maşınlara, avayenlərə bağlayırdılar, dartırdılar, qışlarını qopardılar. Bu oyun kimin oyunuydu? Amerikanın oyunudur. Bir növrədən Amerika müsəlman coğrafiyasında müharibə aparıb müsəlmanları parça-parça edib də, məhv edib də. Niyə bunu demirsiniz? Ağılları olsun, parçalanmasınlar. Bəs İran da müəyyən sakit bir sükutluğa özünü otuzdurdu, Samir. Siz elə bilirdiniz ki, İran Ay kimə Ceyhun. nəsə müharibə gedirdi, müdaxilə eləməmək bilsəydi, öz İrandan, çərçivəsində, ay öz çərçivəsində, Ceyhun, qulaq as, Ceyhun. özünü gücləndirirdi. Samir, bir də irad bildirim, qardaş danışsın. Qardaş, İraqla Kuveytin arasında müharibə olub. İranla Kuveytin arasında müharibə olmayıb. Qardaş. İranla İraq dedim, mən Küveyt demədim. Dedim İranla İraqın arasında müharibə gedirdi deyirəm. Necə oldusa Molla gələn kimi müharibəyə başladı. Çünki, bax dünən yoxsul ağa Samir, dünya politologları oturub bir şey verirlər, proqnoz. Yox, başqa deyirəm, başqa şey deyirəm Samir. Dünən yoxsul ağa ilə dünəndə çıxacaqlar. Salam aleyküm, axşamınız xeyir olsun. Hamınızı salamlayıram. Mən tez-tez gələnəm bura Samimə. Şeytan. Bu Ceyhun qardaş, hamının fikrinə daxil. Sənə nə aidiyyəti var? Mən İranı sevdim, İsraili sevdim. Mən fikir bildirəm, sən də fikri bildirsən. Sən burada mənə iddia qaldırsan. İddia qaldırsan ki, sən İsraili açıram. Altdan bir şərəfsiz gör nə yazır, namussuz. Arazı ayırdılar, Naxçıvanı belə elədilər. Birinci sənin var yoxu el eləyərlər, Naxçıvanı heç kim eləyə bilməz. Ay şərəfsiz, ləyaqətsiz. Səni mən gətizdirəcəm. Hala at bunu aşağı. Yox, onu mən gətizdirəcəm, o məhkəmədə mənə cavab verəcək. O mənə Hə, cavab get verəcək. apar. Sonra biri də yazır, Bakını vursalar əla olar. Bu iki. Bir də yazır ki, Bakını vursalar əla olar. Gör nə yazır. Deməli bu bizim düşmənimizdir. Ada bu provokator. Bu bizim Sal bunu düşmənimizdir. aşağı. Bakıda Azərbaycan xalqı yaşayır. Qardaş, get davavı aşağıda elə. Aşağıda yaz ona. Yuxarıdakılara maraqlı. Kim provokator? Kim provokatordur qardaş? Ha, Sən kimə provokatorsan, doba. Ha, mən sağ deyirəm, doba. Annoxçmonluyam, Sən şərəfsiz. Mən də mazat Ha, qılırsan. Atayuz. Naxçıvanı sənsə başqa şey, hə. Olmaz qardaş. Naxçıvanın nə günahı var orada ağzına gələn. İkinci gör nə danışır. Deyirsən, hökmən İranı sevməlisən. El olmur qardaş, Ceyhun qardaş. Hər hansı bir müstəqil fikri var, hər hansı bir ideoloji fikri var, hər hansı öz düşüncəsi var. Sən İranı sevirsən, eyvallah. Allah sənin yolu açıq eləsin. Mən İsraili sevirəm, eyvallah. Allah mənim yolumu açıq eləsin. Düz deyirəm, demirəm. Burada lazım deyil kiminsə fikrinə, müstəqil fikrinə müdaxilə eləmək. Qurban olum sizə. Olmaz belə. Sizi də alqışlayıram ki, qoyma imkan vermişsiniz ki, kimsə bir saatlarından danışsın. Minnətdaram sizə, artıq dərəcədə sağ olun. Saxlaya bilsən qalıram burada, saxlaya bilsən. Baş üstə, mən nəşmə. Yox, mən nəşmə. Salam aleykum. Qardaş, nə var, nə yox? Axşamınız xeyir olsun. Qardaş, niyə qoymursunuz kartuşka soğanımızı yeyək? Nə istəyirsiniz? Qoy yalandan gedirik almağa, Təbrizə almağa gedirik. Qoyun kartuşka soğanımızı yeyək də, gözlüyüm bu kommunalın pulunu ödəyim də ayın axırına qədər. Gözlüyün də bir. Kommunal gəlib, xəbərimiz yoxdur. Kommunal qalxıb neçəyə? İran oradan drone atıb kommunalı qaldırıblar, qazın qiymətini qaldırıblar. Kartuşkanın qiyməti qalxdı, nə qaracığa? Soğan nə qaracığa? Nəyəcəyik biz? Mənim İranı alan Azərbaycanlılarım. Sən Allah gedin elə birinci özünüzü azad edin, ondan sonra gedin haranısa alın. Kartuşka soğandan çıxın. Nə bilim. Kim nə istədi danışır.
Ay, inanırsan bir vaxtdan karçukaya baxıram ki, görüm karçukadan mən hansı cür yeməyi bişirim ki, yəni bu yemək başqa cür çıxsın. Hə. Nə bilim vallahi. Gəl atma. Gəl atmasınlar. Mənə maraqlıdır, mənə bir şey maraqlıdır. Mənə bir şey maraqlıdır ki, bu öz sözünü deyə bilməyən, öz haqqını tələb eləməyən millət başqa bir dövlətdə başqa bir dövlətin vətəndaşının haqqını tələb eləyir. Bu necə olur? Gəl. Yo, mən sənə demirəm. Hələ mən sənə bilirəm, sənə tanıyıram. Qulaq as. Mən ümumən deyirəm, sənə demirəm. Tələb eləyənlər var da, qardaş, boş qoyuram səni. Samir. Var da tələb eləyənlər. Sənə demirəm, qardaş. Bayaq. Samir. Bir saatdır yayımı izləyirəm. İsrail tərəfi tutan çıxmayıb hələ yayıma. Ceyhun bayaq çıxıb deyir ki, burada İsrail tərəfi tutursunuz. Bax, heç bir şey yoxdur. Hamı beynindəkini danışır. Burada İrandan gedib Azərbaycan alaqda deyən olmayıb sərdən. Bu qardaş da çıxıb belli İrandan nə alırsa. Qardaş, bizim danışmadığımız yayımda sözləri çıxıb niyə belə deyirsiniz ki? Burada kim dedi gedib İrandan nəsə alır? Yəni, belə söz deyən olmadı. Ay Mirağa, mən deyirəm ki, əsas söhbətimizi qoyub gəlmişik filan kəs belə elədi, bəhmən kəs belə elədi. Əsas söhbəti gedək Azadlıq meydanı qabağında səni gözləyirəm. Dur gəl. Bəli. Ay sağ ol. Prezident aparatın qabağında səni gözləyirəm. Dur gəl. Ay sağ ol. Bizim söhbətimiz odur. Gedək haqqımızı tələb edək. Mən sizə İsraildən qoşuluram. Zarafatla deyirəm ki, güya indi ki belədir. Siz onu başa düşməzsiniz. Qardaş, biz bunları da danışmışıq. Yayımda bu sənin kartoşkanından da, soğanından da, uşaq pulundan da, sosialından da, işdən də hamısını danışmışıq bu yayımda. Çürütmüşük. Sadəcə indi elə bir məqam gəlib ki, təhlükəsizlik ön sıraya çıxıb. Bax, bir insanın bu həyatda yaşamağı üçün iki əsas məsələ var. Bir qidası, bir təhlükəsizliyi. Bax, bu təhlükəsizlik məsələsi artıq. Biz qidanı yetərincə danışmışıq aylardan. Samirdən bu efirdə. İndi elə bir məqam yetişib ki, təhlükəsizlik önə çıxıb, biz bu təhlükəsizliyi danışırıq. Biz gedib kimisə almırıq, kimisə tərəfini tutmuruq. Yəni, Salam, olar mən də söz deyim. Buyur Nəsim, buyur, xoş gəlmişsən. Salam, mənim Yahudi qardaşlarım. Özüm İsraildən qoşuluram. Sakitçilikdir. O ki qaldı, burada görürüm, eşidirəm, ay dürüst siyasət, ay nə bilim nə, qardaş. Bura baxın, dünyada dürüst siyasət yoxdur. Dürüst siyasət olsa acından ölərsiniz. Yəni, gəlin bu tezisləri atın qırağa. Siyasətçi dürüst ola bilməz. Siyasətçi hətta seçkilərə gedəndə sizə aldatır, sizə vədlər verir. Yəni heç yerdə dürüst siyasət yoxdur. O ki qaldı İranın İslam dövləti olmağına nə gözəl. Niyə görə İranında cinsi transplantasiya orqanlarının cinsi transplantasiyasında ikinci, üçüncü yerlər tutur. Niyə? Niyə? Deyin də bunu mənə. Niyə petuklanma gedir İrandan? Bir də izah eləyin də mənə bu. Əmin o Xomeyni rejimi onu niyə? İsraildə yoxdur ona. Ona niyə göz yumur? Nətəri?